Realdasınız. Biz sizə Tovuzdan xəbər veririk. Bugün Tovuz Olimpiya İdman kompleksində qızlar arasında Yüksək Liqanın oyunları 16-cı tur çərçivəsində Turan Voleybol klubu Abşeronu qəbul etdi. Oyun meydan sahiblərinin 3-0 hesablı qələbəsi ilə başa çatdı. Hazırda isə yanımda Turan klubunun kapitanı Ayşən Əbdüləzimova var. O bizə oyun barədə ətraflı məlumat verəcək. Ayşən, xoş gördük sizi. Təbrik edirik əvvəlcə qələbə münasibəti ilə. Oyun barədə təəssüratlarınızı bilmək istəyirik. Maç necə keçdi? Oyundan əvvəl nə düşünürdünüz? Gözləntiləriniz doğrultmu ümumiyyətlə komanda və siz? Təbriklərə görə çox sağ olun. Biz onsuz da hər oyuna çıxanda fərqi yoxdur. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq və tamaşaçılara gözəl oyun nümayiş edib qələbəmizi qazanmaq istəyirik. Bunun münasibətlə komandamı təbrik edirəm. Bugün 3-0 qazandıq. Çox sevinirik və bunun davamını gətirmək istəyirik. Hədəflər nələrdir? Komanda artıq liderliyini möhkəmləndirib turnir cədvəlində. Qarşıdakı oyunlar və bundan sonraki hədəflər barədə nə deyirsiniz? Sezon əvvəlinə ilk hədəfimiz var idi ki, çempion olmaq. Hələ də onun üzərindəyik. Belə deyək, bir aydan çox vaxt qalıb. Ona görə bütün fikrimiz ancaq voleybol, ancaq çempion olmaqdır. Təkrar təbrik edirik, təşəkkür edirik. Xatırladım ki, müsahibim Turan Voleybol klubunun kapitanı Ayşən Əbdüləzimova idi. O bizə Abşeronla bağlı oyunlar barəsində təəssüratlarını bizimlə bölüşdü. Bir daha xatırladım ki, qızlar arasında Yüksək Liqanın 16-cı turu çərçivəsində Turan Voleybol klubu Abşeronu məğlub etdi. Oyun 3-0 hesabı ilə başa çatdı. Mənim Tovuzdan çatdıracaqlarım bunlar idi. Siz isə Realı izləməyə davam edin ki, ən son informasiyalardan xəbərdar olasınız.